Patron Tumlarının xüsusi sponsorluğu ilə Qız Atası serialı başladı. Qız Atası. Has, ne oldu? Ay Mamulya. Ne oldu? Mamulya. Bilirsen ne olup? Ne oldu? Hasat oldu şurada çıktı gide görün ne oldu? Evimiz yıkıldı. Evimiz var da yıkıldı. Has, ne oldu? Ne oldu? Evimiz yıkıldı. Ay Mamulya, her şeyin sonu geldi çattı. Külmeyenin başıma nezaket. Bu sonu da göreceğimizden. Ne oldu bakın? Mənə şəxsi öz papulyam var ha, o zəng eləmişdi. Yani ki Mamulya, Qanataşkam zəng eləmişdi. Demek ki ölüp. Öldü kişi. Nə ölməyim, amulya, set tuturdu, dedim öz zəng eləmiş, sən desən öldü. Ölmək nədir? O. Başa düşmedim. Atan zəng eləyib, qaynatan. Ne der ki? Balaşkam dedi ki, siz bizdə qalırsınız. O da çox pis əsəbləşdi. Dedi, öz də şəxsən gəlib o qudalarımdan özüm danışacam. Hə, bir də dedi ki, onlarla şəxsən özüm danışmasam, əsəbim soğuyan deyil. Çox əsəbi. Mən əsəbləşəndə görəsən neyini? Başımı divara mı vurum? Yox, belə olmaz, dayan. Vidadı bilməməlidir. Vidadı eşitməsin. Onun telefonunu qoyacağım. O belə samalyot rejiminə. Bilməsin. Bildiniz? Bilməsin. Allah qoyurum. Bilməz. Nazır, Hə? başa düşmedim. Nəyi? Vidadi neyi bilmesin? Ne oldu? Vidadi niye kadar her şeyi bildi, indi neyi bilmir? Nəyimiz var ki? Nə? Papulya, məndə günah yoxdur. Mamulya dedi bilməsin. Mən həyəcandan acdım, yemək nəsə var. Oturana yemək. Baba, yemək, bəli. Bax, hər şey o yeməyin üstündədir. Deməli, ay Vidadi. Sən bu kızın var ya. Ha, Mədiş. Mədinə. Dedi ki, bugün ana atama yeməyi öz əllərimdən pişirəcəm. Dedi, amma atam yeyəndə görəsən biləcəkmi? Mən pişirmişəm ya ana, sən pişirmişsən. Dedim, biləcək. Nazır, karıştırdım ey. Nəyi? Sen Vidadi bilecek dediğin, ama elə bil, benim kulağım Vidadi bilməsin eşitdi. Ay, aləmi qatdım bir-birinə, Vidadi. Mən dedim ki, Mədiş, ola bilməz ki, Vidadi bilməzsin. Sən də dəhşətsən, başqa vaxtı desəm ki, pul ver, heç eşitməzsən, özü eşitməzliyə vurarsan. Odur ki, daşın arasında. Neyse, Neyse. Kızım çok sağ ol. Ben bütün kızlarımın ellerinin dadını bilirəm. Elədir. Hamısı dadlı tamlı yemek hazırlayır. Elədir. Çünkü siz nezaketten ders almışsınız. Yəni deyir. Nazım, ben Məftunu gözləyirəm. Baxın, görüm Yaxşı. gəlməz ki. Yaxşı. Ben öldüm. Ben öldüm. Niyə? Gül baba bura gəlsə, hər şey bilinəcək. Mən öldüm, mən neyniyəcəm? Mamulya, mənim atamın adı Əli Babadır. Var. Qızım, bax gör, hansı giriş mebelin bəyənirsən. Ay baba, Hayca. deyirəm ki, bax indi Vidadəmi biləndə ki, onun o tikilməyən villasının yanındakı villanı sən özünüz üçün tikirsən. Bax ona nə cavab verəcəksən? Ay qızım, sonunu düşünən kahraman olamaz. Sən nağdı mebeli seç, ona sonra baxarıq. Məftun. Hemen neyinirsən? Neye gelmişsən? İş yarım çıkalım burada. Ay Vidadi müəllim, sən də laf mənə qaralamısan. İş gedir, narahat olma. Hə. Mən gəldim ki, o giriş qapısına mebel seçəsən, mən də gedim alım da onu. Ne? Giriş qapısına, prixoji. Ay, ev hazırdır ki meyve seçirsən, yığıştır bunları. Ay Vidadi müəllim, sən bunu seç, o mənlikdir. Ay, evi çıktıktan sonra da deyirəm. Ay Vidadi müəllim, sən bax. Bunun nağdı seç. O mənlikdir, narahat olma. Yaxşı, bunu istəyirəm. Buna bax, ürəyimi oxudun. Deyirəm ki, dünya görüşlü insanlar adamları baxışından o saat tanıyır. Sənin bəsirətin açıqdır. Yadımdadır, həmişə işçilərə deyirdin ki, sonradan o söz dillərə dastan oldu. İş insanın cövhəridir. Mənim sözümdür. Bəli, Mən demişəm. bəli. İş insanın cövhəridir.
Amma yaxşı demişəm. Vidadi müəllim, əsəbləşdin. O mebel mənlikdir. Mən hədiyyə eləyəcəm onu. 200 manat ver, beh atım. Ondan sonra qalanı mənlikdir. Yaxşı, kartıma 200 manat atarım, amma işi yarımçı qoyma. Ged işin üstünə. Gedirəm. Oldu, oldu. Tərpən, tez ol. Ay, atalar sözüdür. Buna bax. Gədə mən o kitabı bir varaqlayım. Yunus olsun hamımıza. Can. İgidim mənim. Ay Allah. Canım oğlum. Beni içiri, suyu be balamı. Göyçək qızım, Yunus olsun hamımıza. Sabirşa, Ay can. sən bu nünələri necə pişirmirsən? Aləm deyə elə bir kabab yeyirəm. Nuş olsun. Canımçım. Ay, açsın, balam ağzını açsın. Mən işdən nə qədər yorğun gəlsəm ha. Və ailəlik ki, belə otururuq sıfır arxasında ya. Bütün yorğunluğum çıxır da. Ay Allah. Nuş olsun. Mənə qapıdır. Aha. Görəsən hansısa bəd qədəmdir, səhər tezdən şöngəyib gəlib kəstirib qapının dalını. İmkan verməzlər. Neyini? Heç nə də qoy açın. Al. Tez elə də dayı, gör kimdir. Soruş sonra açıq ilə qapını. Kimdir? Mənəm mən. Açarsın. Anondur. Nə danışırsan? Ay qız, yediyimizi burnumuzun deşiyindən piltə gətirəcək. Neyniyək? Açıq ilə də necə yiyək? Açmayaq. Ay qız, necə açmayaq? Arvad gəlib yanım qapının dalında açıq ilə. Tez elə. Ay, can. Gör kim gəlir. Analar anası. Öpdənənə öpgünə, öp. Mən də öpüm. Nereye gidi? Hoş qədəm anam. Gəl köşkündən ayma. Sabahınız xeyir olsun. Sabah xeyir olsun. Benim ceyran balam. Uy, sabahın xeyir olsun. Deyirəm ayma, sən ki səhər tezdən gəlmirsən, bax bizim süfrəmiz olacaq bərəkətli, ruzulu. Benim ayağım ruzulu. Əyləş, ayaq üstə dayanma. Gedim çay çörəyi koyum ye gəlirəm. bala. Gözlə. Get dayı, tez elə, bircə dol günə. Elə, baba gəldin, çıxdın yeməyin üstünə. Əlikram, Ay, canım. Bacungildən gəlirəm. Səhər tezdən hələ bir vaxt edib onları da getmirsən. Ay, səhər tezdən yox, gecədən oradayam, qırğın deyə. Nə danışırsan? Hansı? Mahirə. Mahirə qabiyan maşın almaq istəyir. Qaynanası zalım qız imkan vermir, qoymur ki qız yaşasın. Görürsən Qudavı, gözünə su verə ayma. Olmadığını elə qaynanalardan. Bir təfqiq elədin Sabirşaya, görərdi ki, qaynana necə olar. Rasxodunun qabağını alardın. İyi gilən. Gəldim. Gələ bunu da qoy ginə. O məmkidir ya, qatıb qarışdırma ginə, bu o məmkidir. Özə çayı süzəndə ağız-bağız eləmə ginə, belə dodaq yeri qoy ginə. Çənə yeri də qoyacağam. Gün indi zarafat edirdi, oqqasına bax. Bir də ki, niyə narahat olursan ki, qabiyana qoyuram 2 dəqiqə yuyacaq. Başa düşmədim əgərin. Sən 2 dənə stəkana görə o boyda qabiyan işlədəcəksən. Düzür ora stəkanı, ayma suyu açır, suyu açan kimi... İmkan ver, mən də bilirəm. İmkan ver, qoy özü cavab versin. Tahirə xanım, mən belə başa düşürəm ki, siz səhər-səhər qızınız gildəydiniz. Orada da Qudavı sizin əsəblərinizi korlayıb aravız dəyib. Yoxsa mənim qabiyanım kimə mane ola bilər ki? Bax, mən yenə salacaqsan qana. Fırlanıb, hərlənib, gəlib dayanacaqsınız mənim üstümdə. Tut nə bebi. Sən indi bu nəvi oynadan vaxtında tutun çapında. Mən işə gecikirəm, nə sözlü söhbətimiz varsa özümüz həll edeyim. Eşidirsən nə deyirəm səni? Məni qana salma yenə. Deyirəm ki, xala qızı, nə yaxşı ki, sən bizdə qalırsan, yoxsa bizim əlimizin altında kim işləyərdi? Mədiş, mən bilsəm ki, sən bu sözü başa düşüb deyirsən, səni ömrümün axırına qədər danışdırmazdım. Amma Mədinə sən deyə məcbur keçirəm. Neynədiniz qızlar? Atoz indi gələcək, neynədiniz, nə hazırladınız? Çay dəm alıb, Mədiş də qayğanaq bişirir. Ay, sağ ol. Malades, çalxal onu bunu qəşəngəcək. Mamulya, deyirəm ki, Papulya niyə bizim haqqımızı yeyir? Nətər yanaz? Bu sər-sər mənim niyə gül ağzımı açır? Bu nə danışır? Bu nə danışıqdaz? Yəni ki, Mamulya, bax Papulya tək başına 3 dənə günə yumurta yeyir. O yumurtanın birini saxlasa, onun içindən cücə çıxar. İçən böyükləri toyuğu olar. Sonra o toyuğu kəsərik, hamımız bir yerdə yeyərik. Buradan belə nəticə çıxır ki, Papulya doğrudan da bizim haqqımızı yeyir. Deyirəm ki, bir dənə yumurtanın da bizə faydası var. Bunun nə faydası var? Sən başın xarabdır, bu birincisi. O cücə ki çıxır, bala, o ayrı yumurtadır, yemək yeyən ayrı yumurtadır. Bir fırra onu görüm.
Az fırra. Hə? Fırra. Özü fırlama. Bunun ağzını fırra tök. Hə, ağzını fırım, yaxşı. Şokdayam. Az sənin başın işləyir. Evi biraz çoxaldı. Geri. Hə? Geri deyirəm. Az bunu söndür. Marş, sən də. Geri. Mən niyə? Ver bura. Sən də ondan kim çağırsınsa. Yeriyin, davay. Həyətə, marş. İşlərinizi orada görərsiniz. Yeriyin. Bəh, bəh, bəh. Nə qəşəng görünür bu. Bu dəqiqə yeyib biləcəm bunu kim bişirib. Fritələr. Sən də çaysız gətir. Çaysız gətir. Yemə. Vidadı, yemə. Niyə oynayacaq? İndi Nərmiş çay gətirəcək. Sən bunu yemə. Çünki kökəlirsən. Lazım deyil. Kökəlirsən. Evet. Ay Nazı, Mədinə qızım əziyyət çəkib bunu bişirib. Yeməsəm nə ona xoş olar, nə də mənə. Yox, bunu yeyəcəm, bunu yeyəcəm. Deyirəm yemə də, yemə. Yox, şu an xətrinə deyər axı. Nə xətrinə deyəcək? Hə. Nə oldu? Nə oldu? Nə deyib? Bu elə bil çox duzlu çıxıb. Ola bilməz. Sənə dedim yemə də. Sənin mədəvin turşuluğu, tuzluğu artırıb yeməklə. Ay papa, qoy mən dadına baxım, görüm necə Ala dadır. bax, bax. Niyə degustatırsan? Az mənim ərimin ağzının dadını məndən yaxşı biləcəksən. Papamdır da. Papasıdır. Deyən özüm baxaram indi. Nəyə duzludur ki bunun? Bunu deyən indi baxacam. Nətərdir? Gözlə! Bunun heç duzu yoxdur, görmür zaten. Ay mama, bunun içində duz dənələri görsənir. Axı bu ağ nədir belə? Az yumurtanın ağıdır da, sənin ağarsın gözün ağır. Sən nə bilirsən duz nədir? Hə? Duz nədir? Sən o ilqarları ərin, duzsuz, şit-şit zarafatlarından başqa nə görmürsən ki? Yaxşı Aynazı, yeyirəm, yeyirəm. Ha, sən də nə belə yeyirsən? Geri geç çay gətir atana. Elə bir parmaqlarını soxacaq tavanın içinə. Mamulya, qapı döyülür. Yəqin sən deyən adam gəldi. Ay qızım, oradan mənə bir çay gətir. Mən elə adi çay içsəm yaxşıdır. Sən özünü apara bilmədin. Sənə dedim ağzını yum da, eşitməsin ağzını yum. Mamulya, mən həyəcanlandım, özümü itirirəm. Başımı itirirəm mən. Görəsən başını itirəsən, başın var idi ki itirəsən də. Yoxdur. Get Atafatla gələ həyətdə gözləsin. Özün də başını qat. Yaxşı, mən də Vidadın görüm nə edirəm. Gözə görünmə, eşitdin görünmə. Mən gözə nətər görünməyimi? Qaranlıq qaldı o mənə. Nətər gözə görsənməyim? Belə bir şey ola bilər. Gəldim ay Vidadı. Mənə mi çay gətirmisən Nərmiş? Sağ ol qızım. Nazır, o nə deyirdi? Gözlədiyin adam kim idi? Kim? Səbuh deyən kim idi? Səbuhi deyəm. Süd qatıq gətirən arvad. Təzə dadanıb bu teritoriyaya, amma qəşək süd qatıq gətirir ha. Belə qaymaqlı. Ondan kət yumurtaları da alıram. Biz dünən getdik, bazarlıq elədik axı, ay mama. Süd, qatıq, ağartı məhsullar, hər şeyi də aldıq. Az. Sənə demişəm, böyük danışanda kiçik yox, sənin kimi küçük dilini yumursun. Bu, bax, özün kətdə böyümüş uşaqsan, düzdürmü? Bu market süd qatığı ilə kənd məhsulu nətər olur, fərqlənir də. Paraşokda hazırlanan şeydir, az 2 gün qalır, xarab olur, dadını dəyişir. Amma bu həftələrlə qalır. Bax, bir doğası var, bir camış qatığı gətirib, bir doğu eləyəcəyəm sənə. Heç nə. Sən çay içdin, nəsə tərrədin. Gir hamamlan, sonra gedərsən, belə yox. Aynazı, sizcə yerim gəlim, sonra çimərəm.
Təriyi verə-verə gedəcəksən tikintiyə. Girəcəksən. Sənin duxuvun iyi o tərəfə keçməlidir, təmizliyin iyi o tərəfə keçməlidir. Oradakı fəhlələr də görsünlər ki, tərtəmiz Vidadi müəllim gəlib ki, elə onların da işi tərtəmiz olsa tikintini yaxşıca deyirəm. Şeyləs, get, dur, gedək olsa. Dur da hamamla. Dur. Naska eşitmir. Buna baba. İtləri kimi bayaqdan darvazanın ağında dayanmışam məni. Belə zulum, belə dərd olar. Yəni bir şah zəng gelib anasına nəsə deyib ki ya, görəsə bu məni içəri buraxmır. Belə zulum dərd olar. Naska! Gəlir. Gəl çıx da. Sənsən. Bəs kim olacaq? Bəs kim gəlməlidir? Bayaqdan şəmsiyə ilə dayanmışam burada darvazanın ağzında küçə itləri kimi. Gəl çıx da. Şəmsiyə kimdir? Salam əleykum. Bəs Türkiyədən gəlirsən, bilmirsən ki ya, çətiri onlar şəmsiyə deyil. Sabuş mənə dedi ki, diyan ki, burada bu o müşabbə, o piştirinkə. Sənə görə dayanmışam burada ya. Yoxsa da sonunda keçəcəkdim içəri. Sən xəbərin var ki, bu Səbuşun evidir. Nə fıştırım gelir səni. Danışırsan. Dadandırmışsan onu bura. Dadandırmamışam. Biz qalırıq onu. Bir kvartirant kimi elə onun evində qalırıq. Sən nə günlərə qaldınız, nə günlərə qaldınız. Sən niyə gəlmirsən, onu deyil. Soruş, Naska, müsibətdir. Nəşin? Mən bilirdim belə olacaq. Mən ölməyimi bilmirəm, ölüm günümü bilmirəm. Sənin xəbərin var ki ya, NASA-da nələr xəbər verirlər? O kimdir? Astrologlar, münəccimlər dayanıblar startda. Deyirlər bu həftənin sonu Şir bürcündən olanlar üçün belə işləri gətirməyəcək, bu deyib dayanacaqlar. Ada sən nə üçün nərin deyirsən Şiraslan? Deyirəm sənə nə olub, mənə başlayırsan. NASA belə gəldi, astrolog belə getdi, əli deyə bu. Mənim gülümə bax, bircə burada qalmışdı. Qonum-qonşu eşitsin səsimi bu. Naska, sən təsəvvür elə ki, mən bir bir oğul kimi qalmışam ana ilə arvadın arasında. Özüm ölüm. Qırğın qiyamətdir. İndi bilirsən. Onlar eləmişə qırır da. Sən də qərəməsən. Anı da tanıyırsan, arvadını da tanıyırsan. Neynəməliyəm? Bax, mama qurban, bax. Mənim dərdiyim daha böyükdür. Mən belə xırda-xuruş işlərə belə baş qoşa bilmərəm. İndi gedəcəksən sən evə. Elə birinci mərtəbəyə ağlı basan kimi görəcəksən 3-dən onların səsləri götürmə. Sənə elə gəlir. Gəlmir. Sənə elə gəlir. Elədir. Xeyr! Aləm deyib bir-birinə. Bu müsibəti yaşamaq üçün mən gerək sinəmi sifər eləyimi. Dava qırğındır, fəlakətdir. Alik! O şəmsiyən, o da sən. Marş! Deməli, sən məni yola salırsan. Deməli, sən məni yola saldın, hə? Heç eybi yoxdur, Naska. Heç eybi yoxdur. Sən, baba, qapını çırpdı üzümə. Deməli, sən deyirsən ki, bu evin sahibi Sabuşdur. Heç eybi yox. Mən də sahibim Tahirə Qələndərovnanım. Qabağıma salım, gətirim sənin üstünə. Onda cavabını ver. Mən də sənə deyim, düş qabağıma. Düş qabağıma, heç eybi yoxdur. Sabuş bu evin yəsidir. Buna baxın, gör nə günlərə qaldı. Ay Vidadi, bu. O balaca uşaqlar olur, hamama deyirsən, get, dayanmısan burada. Bu, gəl keç. Adam var burada. Adam deyil, Səbuhidir. Niyəsə bu adam deyil. Səbuş! Suyu qatmış ıltısından eşitmir. Mamulya, qapını niyə sındırırsan? Danışığına bax. Öncə qapını sındırırsan deyəndə ki, ərin məni eşitmir. Çırhaşır, gedir sonra. Atın da dincəlməlidir, bir hamamlanmalıdır bu, yazıq kişi. Papulya, sən bir dəqiqə gözlə, mən Mamulya ilə danışmaq istəyirəm. Bax, Mamulya, sənin ərin bekardır, sərbəst adamdır. Amma mənim balaşqam iş adamdır. O hər gün işə gedəndə çinməsə, işə gedə bilmir. Çünki müdürü də qəliz adamdır. Deyir, sonra birdən məndən pis qoxu gələr. Onsuz da müdür maaş kəsməyə bəhanə axtarır. Ay qızım, Səbuhinin müdürü mənəm. Narahat olma, maaşı artıqlaması ilə alır. Səni bu məhribanla boğaram. Səbuhi! Ay Səbuş! Hə, Mamulya? Abala, sən nə vaxt çıxırsan? Mən hələ 1 saat buradayım. Nə lazımdır, Mamulya? Abala, atan işə getməlidir, bu hamamlanmalıdır. Nətər yanı, bu nə danışır? Balaşqa! Hə. Balaşqa, biraz tez çıx da. Bu müdür burada sən gözləyir, axı o da çinməlidir. Baş üstə Balaşqam. Sənə görə 55 dəqiqəyə çıxıram. Yaxşı. Yaxşı, Balaşqa. Eyvanıva şükür, heç nə. Neyinirsiniz, nə yazırsınız? Gəl, plan cızırıq. Nə planı? Necə eləyək ki, bizim evdə qalanlardan kira pulumuzu alaq?
Belə eləyək. Əvvəlcə patron tumlarını çırtdıyıq, sonra mən sizə deyəcəm. Balışqa, mənim patron tumum bitdi. Nədir? Məndə bunlardan əlavə də patron tumlar var. Deyirəm, bəlkə onları da gətirim, məndən kirayə pulu almayın. Mən razıyam. Mən kimlə patron tumlarını çıtlayıramsa elə bir ondan çörək kəsmişəm. Qız Atası serialı reklamlardan sonra davam eder. Buradasınız? Gəldi papamız. Yox, küçədə qalmalıydım, bilməmişdim. Canım mənim. Neyini sana ayma? Oğlumu ver mənə. Gəl ataya, gəl. Çətin qaya deyir, çətin qaya. Düşmən kəpərim. Canım mənim. Yox, bu qalmayacaq. Ananki oğuldur, gəl. Atanki də qız. Canım mənim. Səhər tezdən ki, mənimki gətirmədi ya. Qutardı getdi ayma. Baba, problemlər üst-üstə. Hər şey adamı gəlib burnunun dəşiyindən gəlsin. Nə olub, nəsə problem olub işdə. Peki mən işə gedib çıxa bildim ki, yolumu değişdim, getdim Anonkelə. Ayma, getdim Nəsqənin yanına. Olanları ona mən nəql elədim, danışdım, təfərrüatı ilə, xırdalığı ilə. Nə olsun? Baba, qollarıma bax. Saldı bütün qollarımı baba bir yana, suyu süzülə durdum, gəldim. Sən ona qızının bir stəkana görə qabıya maşını işlətdiyini dedin, o da sustu, göz yumdu. Tarix xanım, elə deyirsiniz ki, göz yumdu. Elə bil ki, mən neynəmişəm? Neyniyəcəksən dayı? Bundan artıq daha neyniyəcək? Ayma, mən danışa bilmirəm. Əşi, sakit ol. İndi gəlin olmağa nə var ki? Bizim vaxtımızda az qabıya maşın var idi. Hər şeyi əlimizlə. Paltarı da əlimizlə yuyurduq, qabları da əlimizlə yuyurduq. İstisi də yox idi. Həyətdə istəyir yağ, istəyir qış. Buz kimi suyun altında bir çətən külfətin qabın qaşqını tökürdük. Yuhayı. Bu əllərim çat vururdu soyuqdan. İnanırsan, bax belə titriyirdim. Hələ zalım qızı zalım, rəhmətlik nənön. Ərkin az nənəni deyir. Gəlirdi, bir də elə belə götürüb baxırdı, işığa tutub. Xoşuna gəlmədi, yox. Yazıq canım, əyilirdim, səsimi də çıxartmırdım. Təzədən yuyurdum, təzədən. Onu dəfə yudurdurdu. Tabii, səsimi çıxardım, nə indicəydin? Özü o vaxt o qabıyan, o maye zat da yox idi axı. Palçıqla, kömürlə, sürtə. Can. Mən də deyirəm, mamanın 2 gündən bir dodağı niyə uçuqlayırdı? Sən demə soyuqdan. Gör nələr çəkib arvadı. Balamsan, yadında qalsın. Eşidirsən, bilərsən ki, nənən nələrdən keçib. Sən indi bilməyəcəksən. Böyüyəndə ata sənə danışar, sən də arvadıva deyərsən. Tarix xanım, bir də deyim ki, indi belə misallar çəkirsiniz. Bu misalları qızınızın evində də çəksəz çox yaxşı olar. Yox, mən gərək sözümü nəzakətə deyim. Nənəm demiş, gedən ayağa daş dəyər. Qutardı, getdi. Baba da gələ, baba uşaq sözün deyir, düzün deyər. Dur ayma, tərpən. Dur. Oturub şəkil çəkdirməyəcək. Eyb yoxdur, incimə ya. Bax, söz sənin dilimdən çıxdı, bunun axırına çıxmalıyıq. Canımsan, uşaqlardan müğayət ol günə, görək anın nə deyəcək. Ayma, biraz yeyin ol günə, cəld ol biraz. Yaxşı. Ay Vidadi, eşitmirsən məni? Belə bir sürənsən, belə çıxdın, getdin, nə olub sənə? Nazı, bu evdə çox sıxıldım. Elə deyil. Nə düzəməli yata bilirəm, nə dura bilirəm, nə istirahətimi bilirəm, nə çimə bilirəm. Çimmək? Hər şeyə dedim, bir çimməyin qalmışdı. Çimərsən də nə olub? İndi demirsən ki, gedirəm tikintiyə. Gedəcəksən, palçıq bir yandan, görmürsən hava necədir. Qum, torpaq, hamısını gətirib tökəcəksən evə. Gedirsən, keçə çimərsən. Həm ziyarət, həm ticarət. Aynazı, mən orada yerdə eşələnməyə getmirəm. Əli cibində belə göstəriş verib, qayıdıb gəlirəm. Sən bu mənə dediyin sözlərdən bir adı da kürəkən nədir? Bir böyük kiçik yeri bilsin. Birini niyə deyirəm, ikisini niyə deyirəm? Belə 5'ini deyərəm, 5 qatından da keçər. Mən bilirəm neyin yərəm, sən eşit məni. İşə dəyəcəksən də yəqin. Yox. Niyə? Tikinti məni məşğul edib, işdə hər şey qaydasındadır, işə getməsəm də olar. Bu özləri işləsinlər. Yox, başa düşdüm, tikintidir, gedəcəksən, tapşırığı verəcəksən. Dayanıb ustayla ev tikəsi deyilsən ki, sən işi boş buraxma. Bax gör nəzakət nə deyir. İşi boş buraxma, get, baş çək. Çəkilir. Mən işə gecikdim, müdür məni qovacaqdı. Osman, boş işləmir.
Papulya, gedirsən gəl elə yol üstü sən də tulluyub. Sənin işin elə məni harasa aparmaqdır da, mənsiz hara gedirsən? Leşirsən ey Vidadi. Dərd mənim dərdimdir. Mən elə eləməliyəm ki, Vidadi ilə bu Səbuhinin atası rastlaşmasınlar. Dərdim böyük dayıb ola. Düz qapını aç, sonra gəl də. Nərminə, tumunu tez çırtdı, başda göyərtiləri təmizləyib doğramağa. Xalam gəlib əsəbləşməsin də. Mən göy-göyərti doğramağı bacarmıram da, sevmirəm də. Kim ki qabağına 2 boşqab yeməyi qoyur, yeyir ha. Bax, onlar da doğrasınlar. Onda deyək ki, Papulya doğrasın. Çünki Mamulya hər gün Papulyaya ağzına qədər doldurub 2 boşqab yemək çəkir. Mədiş, bacı, sən danışma. Başda göyərtiləri xırda-xırda doğramağa. Yox, xırda-xırda doğrama, iri-iri doğra. Mən elə sevirəm. Sən gedərsən, sifarişini ərinin evində verərsən. Sən kim dedi ki, mən ərə gedəcəm? Mən hələ oxuyuram. Elə sən hələ oxusan yaxşıdır. Sənin gələcəkdəki həyat yoldaşın hələ ki səni tanımır, ömrünün, həyatının ən xoşbəxt günlərini yaşayır. Elə sən də ərin, indi səndən uzaqda qalıb, ziyanın yarısından qayıtmağın dadını çıxardır. Qızlar, deyirəm ki, çox sağ olun. O qədər qəşəng didişirsiniz ki, mən sizə baxanda xoşbəxt oluram. Bax, mənə sual versələr ki, Tarkanın konserti yoxsa sizin didişməyiniz, mən sizi seçərəm. Göyərtimizi doğrayın. Göyərtimizi doğrayın. Mən doğramıram. Qızlar! Ay qızlar! Mamasının ürəkləri gör nətər deyilirlər. Heç olmasa bunu buradan ayır da. Az bunu, heç olmasa bunu belə elə. Yaxşı mama qurban. Mən biraz fikirliyəm mama qurban. Ürəyim partlayır. Deyirəm, atonla sənin bu qaynatan üzləşməsinlər. Dalaşsalar ha, üz-üzə gəlib dalaşsalar, gərək qudalığa son qoyulsun, bilmirəm neyiniyim. Məhdum müəllim. Ha, nədə? Vidadi müəllim gəldi. Vidadi müəllim gəldi. Gəldim. Get doğru. Neçə dəfə demişəm ki, adam kimi sür də bunu. 4 radar gəlib. Gəlsin də, at arabası keçəndə düşdün də radara mən. At arabası qabaq. Yavaş gedir. Orada. Məftun, Bəli, niyə işləmirsiniz? İş getmir yenə, hə? iş getmir deyəndə Vidadi müəllim, ev başda hazır deyib, brigada var gücü ilə işləyir. Bir yerdə ilişib qalmışıq, onda sizsiz qərar verə bilmirik. Bitir bu işi, qalmış qapılarda. Buyur Papulya, hansı qapıda qalmısan? De bəsdir də sən də. Tapşırım atsınlar da o qapını. Sən get gəziş buralarda, yeri. Vidadi müəllim, orada niyə durmuşsan? Keç içəri. Əqqabı çıxartma, elə əqqabı ilə keç. Abedim aralasın. O bir ustan hanı deyirsən, tam gücü ilə işləyir brigada. O sənətkarı göndərmişəm. Siz abidə, Nəzikət xanım dedi ki, böyle abed mənlikdir. Yəqin hazır deyil də. Deyil. Hazır olsaydı siz gətirərdiniz. Yaxşı, gəlin görüm. Abedi. Qalın vajenlə sərin qoymuşam o rişkafı oradan götürərsən, yaxşı mı? Davay, narahat eləmə. Can, salam ayı köksün. Tutaq ki, salam. Niyə gəlmirsən? Heç nə, gələcək qaynatam dedi, get abedi götür gəl. Mən də qaça gəldim. İş tapşırsalar heç qaça gəlməzsən. Amma yeməyi dalınca tez gəl. Bundan gözəl iş. Sən nə vaxt görmüsən ki, şir ceyran dalınca qaçmaqdan yorulsun? Acıyır. Amaral. Aceyran. Nə ağızva gələn danışırsan? Çıx bayırda gözlə. Deyirəm, gözlüyümü səni mən bir ömür gözləyərəm. Yorulmaram səni gözləməkdən. Nə qəşəng də qıvırmısan.
Can, nəzakət xala nətərsən? Burada sən onun ətəyində bax, birdən elə bilərsən. Bax, burada boşluq var. Sınmayan şey sən də sındır. Gəlirəm. Necə ki o evi tikir səni. Çox qızıl əllər. Yavaş ol, yandırmasın. Yağını davamına, eləmə, yağı töküldü da. Kələm dolmasıdır, qəşəng yağlı, pomidorlu. Eşit gör nə deyirəm, bax. Halal xoşunuz, nuşucandan yiyin. Amma arada bir durun o tikintini də bir iş görün, bir tamamlayın. Sənin işində axı bala bu. Canay nəzakət xala. Elə mən sevmək üçün yaradılmışam. Mən sevgi aşiqiyəm. Dəli aşiqəm mən. Nə deyirsən, hə? Nə danışırsan? Deyirəm ki, nəzakət xala narahat olma. Mən işimi sevirəm, işimin dəlisiyəm. Ümumiyyətcə eşitməmisiniz siz. İşləməyən dişləməz, iş insanın zöfəridir. Ümumiyyətcə işsiz yaşamaq o deyil. Bu nəzakət xala baxdım, kompot da qoymamısan o kletkalarla aparıb padvala yığdırdım mən. Heç nə, pis başa düşdüm. Gələn dəfə qoyarsan, yaxşı qadan alaram, var ol. Başı işləmir bunu. Gəl keçkinən. Naska! Ayma səsi və güc verginən bir kəlmə də sən deyinən. Nəzakət! Baba, elə bir ki eşitmir. Eşidir. Naska eşidir. Bütün qonşular eşitdi, qaldı ki mən. Nə var? Sənin məsələvi həll eləmədim deyə qoşunumu yığıb gəlmişsən üstümə. Ay. Mən ölən günümü mən bildim elə deyəcək. Canım üçün mən bildim elə deyəcək. Naska. Nə deyək? Mama canına and içmirəm, inanmazsan. Sənin əziz canın üçün. Ölənlərimizin yoru üçün. Mamanın ürəyi gedir axı belə havadan ötürü. Deyinən deyir pasportla havadakı o kislorod mənim cigərlərimə döşümə yaxşı yatır. Çıxdıq elə nəfəs ala, gələ. Dedi, qudamın qapısının ağzındayıq ki, gəl bir dənə baş çəki ona görə necə də nə var, nə yox. Nağıl danışma, Ali. Əli kiram. 1000 dəfə sənə demişəm ki, dayılarıma oxşa. Sözü birbaşa deməyə bacar. Mən dayısı görmüşəm. Yaxşı. Nəzakət. Sənin xəbərin var ki, ya qızım. Mənim hər şeydən xəbərim var. Mənim dünyada baş verən bütün proseslərdən, həm də sənin evindəki proseslərdən xəbərim var. Qaz pulu, su pulu, nə pulu verməyəsiniz deyə. Mənim qızım qab-yuyanı işlətməsin. Bu zibili nə istehsal ediblər. Abalan, bunu yumaq üçün alıb işlədir də. Siz nə danışırsınız? Bu nə belə elirsən, nədir? Daha heç nə. Heç nə. Daha biz gedək də. Gedin, yaxşı yol. Hara? Foliklorla deyirsən, çax dağısı parka. Yeri. Sən də ya. Mən foliklora gedirəm. Deyirəm ki, yəni burada ayaq üstə dayanmayaq da. Gedək evdə oturaq, gözləyək Vidadi qardaşı. Sözünü də Vidadi qardaşı deyək. Gəlmişik, keçəcəyik içəri. Hara keçək? İçəri. Ayma, keçkinən. Ası birisi yoxdur. Gözləyək də. Keçkinən, geç. Bunun da o tərəfi yoxdur, da birisi bizdə. Gəldilər. Sənin canına azad gəldilər. Bildiyin nə var? Sənə dedim ki, sənin bu qırılmışların gəlincə, sən gəl birinci taksiyə otur gəl. Mən nə bilməyim, ana bala belə tez bazar gələcəklər. Yox, eləməliyəm ki, bunlar Vidadini görməsin. Mən bunları yola salmalıyam. Çünki burada əsas qlobal məsələ o Səbuşun atası. Gülbaladır, nədir? Adı da dilimə yatmır Gülbala. Əlbala. Əlbaladır, ayaq baladır, nədirsə, onlar rastlaşmasınlar. Keç içəri görüm daha. Gəl mama, gəl. Keç görüm. Gəl. Məftuşqami? Burası mənə biraz qaranlıq qaldı. Bu yataq otaq harda olacaq? O tərəflərdə. Dəqiq olsun, hansı tərəfdə? Elə o tərəflərdə. Məftun, Bəli. bəs deyirdim bir şey qalmayıb, hazırdır, hanı? Tələsmə də bazanaqda. Dedin yaxşı iş görən, biz də yaxşı iş görürük də. Paşti hazırdır. Bura sənin iş otağındır. Burada stol olacaq, burada kreslo olacaq. Bir dənə qalmışam, sən iş görəndə hərəkət eləyən adamsan deyənə otağı nə boyda eləyək. Bu qədər bəs eləyər. Sən can, bir dənə o başa get. Yeməyə mağara, nə yox. Bəri gəl. Yavaş orada stol var, bir yana keçmə. Ay sağ ol, gəl bura, baba, kreslo, otur. Harada oturub bu sarıçanın üstündə? Yaxşı, 5 metr bəs deyil. Bəs deyil, 5 bəs eləyər. Ay sağ ol. Ay, daş götür. Yemək gecə olacaqsa çıxıram işte. Səbuhi, sən nə inirsən orada?
Məftuşkadan soruşdum ki, yataq otağı haradır? O da göstərdi buranı. İstirahət eləyirəm. İşim qutaranda de gedək Papulyaya. Dur gedirik. Gör mənim başıma gətdiyinizə baxın. Biri harda gəldi yatır, biri qarın davası eləyir, biri işi görüb tamamlaya bilmir. Məftun, bacarmırsansa, öhtəsindən gələ bilmirsənsə, deyiləm mən ayrı bir qarda çağırım bura. Ay Vidadi müəllim, mən indi bu yaşımda durum sənə sən öl vurum. Deyirəm uzağı bir aya gəlgir yaşa. Gəl. İmkan vermədin, istirahat Dur gəl, eləyək. az danış. Yeməyə maraqlanardım, qalacımdan öldüm ki mən. Bəxsidə sən də qarnını otarırsan, maaş da vermirəm ki, tutun maaşından çıxım. Gəl gedək mənim evimdə iş tökülüb qalıb, gəl. Kalbasa törək alacam sənə, gəl. Tez ol, gəl. Bilirəm, sən yeməyə görə nə inəyərsən, gəl. Ne geç geldi. Gel siz. Ay bala, iki gitmişsiniz koşa. Gedin getirin. Ne oldu? Sındı Xrusta stakanlarım sındı Ali. Becid olmak lazımdır. Biraz qoğraq olun, qoğraq olun biraz. Konfet mi? İçində. Geçek konfet. He. Ne oldu? Oy. Yandın istiydi. Çaynayımız dad verir ki, bu nə dələ bir içində bunun paltar qeynədiblər. Vay. Bu ne das? Bir mixəkdən, bir hildən, bir kəkli otudan zatdan altında. 100 dəfə demişəm. Nəzakət. Vidadi qardaş, işdən nə vaxt gəlir? Çənəsi. Neyvə geriydi sənin? Ne deyirsən? Ama onun çənəsini şunuzanı belə. Əsəbləşəndə elə olur. Vidadi də mütür adamdır, neçə də istəyir gəlir. Amma Tahirə, ola bilsin ki, bugün ümumiyyətlə gəlməsin. Çünki rayona dedi gedəcəm nəsə işlə əlaqədar, gəlməyəcək. Eybi yox. Gözləyərik. Əlikram zəng vur, maraqlan. Ayma, mən zəng vura bilmərəm, Ayma. Arvad oturub burada. Telefona baxıram, Nayska. Görüm hələ bir nömrəsi var məndə. Hele belə yıxdım ha, sınaq üçün Nayska. Əgər bir kişinin telefonuna zəng çatmırsa, necə onun həyat yoldaşı şübhələnməlidir. Niyə? Necə yəni niyə? Deyir niyə? Buna baxın. Deyirsə, ona görə Xəzər dənizinin suyu çəkilib. Əgər bir qadın belə danışır, Ayma sən neyərdin? Baxışları dedi. Bir ah çəkərdi. Bir qıyıya vurardı ki, dağ əriyib muma dönərdi. Sən mənə zəng eləsən, mənə zəng çatmasa neyniyəsən, hə? Ümumiyyətlə elə bir şey olub? Olub. Nətər yan olub az? Nə vaxt olub? Nə vaxt? Deyim də amma nə vaxt olub. O ki Alik gedir ha dükan bazara. Deyirəm Alik gözlə, yadıma düşəndə sənə yığacam. Həmin gün Alik qeybə çəkilir. Yoxdur, zəng çatmır. Gəlin. Bugün başqa mövzudur. Bugün Qabuyan məsələsinə nöqtə qoyulmalıdır. Bacışqa söhbəti mən də eşitmişəm. Bəyəm sən hər qab yuyanda qabyandan istifadə edirsən? Gördün? Bacın da sənin əməlivi bəyənmir. Yox, ona görə demirəm. Niyə əziyyət çəkirsən ki? Qoy yolsun, qalsın ayda bir dəfə yox. Ayda bir... Evdə qab qalmaz ki, ovucumuzda yiyib ki. Bütün qab qaşıq, bütün çənk bağlayar, qaysaq bağlayar ki. Yaxşı. Tahirə, mən anlayacağımı elə anladım. Gör nə deyirəm, sənə bax bizim bu evimiz, eşiyimiz qurbandır. Nə qədər istəyirsən otur, gözdə, qal, yat, dur, ye, iç. Amma... Qapı. Mən açarım deyən. Sən ara, ye, sən ara, sənin qapındır. Hələ beləndə deyir, qalın yiyin, için, yatın, durun, qapıya gələndə deyir, sənin evindir. Bıy, Vidadi sənsən. Nə oldu? Ne olacaq? Heç nə.
Bir yaxşı çay hazır oturum bir çay için bəlkə yorğunam Bir əsəbləşmişəm. dəqiqə dayan görüm nə çay vaxtıdır. Bu viddə bu əlimə bir dənə belə eləməklə əlim bütün toz oldu. Tikintidən gəlir. Səni tozun torpağın içindəsən ha. Nə olub ki? Deyirəm tozun torpağın içindəsən, bilir nə olub ki? Aynen, orada mən palçıq qarışdırmamışam. Gedib kənardan belə gözlə baxıb gəlmişəm, əsəbləşmişəm. Yaxşı eləmisən, üstü və başıva toz torpaq tutub, hopub. Bəs mən yazıq deyiləm, bütün günü yığışdır. Evə girəcəksən, aləm dəyəcək bir-birinə bu. Mənə lazımdır. Gir, qəşəkcə hamamlan və salam. Sonra çay da içərsən, çörək də yeyərsən. Əşmir, keçim əlimi başıma. Keçim əlimi başıma, dəhtə ye bu. Bir söz deyirəm, bir qulaq asla mənə. Girirsən hamama, paltarlar vasırsan orada, mən də gedirəm qəşə bir dəsmal gətirirəm sənə bir qəşək hamamlan. Həmişə təmizlikdə bir dadı mənim. Yaxşı, gedirəm hamama. Ay sağ ol. Hamamın içində və... bir dəqiqə dayan görüm. Tam burada da yeri çıxır. Mən öz evimdə hamama girə bilmərəm, Mamulya. Geç. Hamamın bir böyük yox, kiçik yox. Bu tərbiyəsi. Geri burada, geri. Girsən də rahlan, qəşək fidan. Anacığım, mən kostyumda zaten... Git, bax, indi mən paltar gətirəcəm sənə. Narahat olma, qapını da buradan bağla. Eşitirsən məni, Vidadi? Ay, sağ ol. 3 dəfə sabunla saçını. Yaxşı da, yaxşı. Palçıqdır. Eşitdin? Hə. Gəldim. Nəzakət. Vidadi qardaş da gəldi. Nə olar, gəlsin də evi deyil. Bayaq nəsə söz deyəcəydin, belə amma yarımçıq qaldı. Nə ağıl öyrədəcəksən bizə? Bu ağıl deyəndə ki, ağıllı təkliflər, ağıllı fikirlər səsləndirir nəzakət həmişə. Eşit gör nə deyirəm. Can. Bu qız mənim deyil. Vəssalam. Bəyəm ki ya, biz o vaxtı qabı bəyəm qabı yanda yuyurduq, əlimizlə yuyurduq da, əlimin rəngi getmədi ki, canı çıxar, bundan sonra qabları ilə əlində yuyarsan, o qabı yanı götürüb aparab verərsən qızına, məndən də salam deyərsən. Ay mama, nədir neysən? Nə oldu? Mən həmişə demişəm ki, sən çox müdrik, ağıllı qadınsan. Elə deyirlər. Çox müdrik qadınsan. Durum bu şad xəbəri qızıma verim. Salam deyir. Mənim telefonumla yığacaqsan? Əşi, hə. Çox danışma günən ha. Nəska. Nədir? Sən neynədin? Neynədin? Sən neynədin? Bütün sistləşdirməyim, buna bax. Əlim, ayağım sözümə baxmır, sən. Baba, qaş düzətdiyin yerdə vurdun gözü çıxartdın. Baba, mənə batım qurudu. Qurudu. Az bunlar ərarvat küsə başı xarabdır, gör yaxşı şeylə eləmişəm, bir qulaq asında. Neynirsən o köhnə paltar yuyanı idi, qab yuyanı idi, neydi, onun altından da su axırdı. Bilir, baba, paşırnikləri xarab idi ya, cırıldayırdı barabanı. Naska o biri üçün, ev içində, yəni təzə ev üçün, o da nə vaxt tikilə bilmirəm, 1 aya, 2 aya, 3 aya. Neynirəm, qalıb orada da, aparın, upakovkada yeni qab yuyan, qurbandır sizə. Ay mama. Ay can. Nəska, mənə də altı vəzim işinə buraxdı. Nəska, baba, üz vurma günün öpəcəyəm səni. Öpəcəksən. Çalıbsan, sən mənim evdə. Addı yanı. Sən bizə necə qadınsan? Sən üçün gəlib böyük binanın qabağında baba barelyefi assınlar. Özü istəmədin? Büstümü qoysunlar, belə yarımçıq, ala yarımçıq, qol belə. Dirsəkdən, yox, onu da istəmir. Bax, düz əliş eləmirsən. Nə? Nəska, sən belə başdan ayağa qədər heykəli ucaldılacaq qadınsan, Bəli. Aylık heykəl ölülər üçün qoyulur. Sən nə danışırsan? Qoydu, ölsün qoğum əqrəbə. Qızım, hamıya salam göndərdi. Nə öçəb onlar? Əleykimə. Nə olub? Deyir ki, İnşallah təzə evlərinə köçsünlər. Bir yekə ballı tort pişirib özüm gətirəcəm. Yərik. Ballı tort yesək dilimiz arı sancmaz. Danışdı. Ağıl dəryası. Ay Naska, bacamın bir bala Mahirə bir dənə ballı tort pişirir. Amma düz deyə balını biraz az qatır. Amma baxırsan deyirsən ki, bu arı pətəyidir də. Özüm ölüm, arı şanlısıdır ye. Arı kimi sancmağı da var. Olan şeydir, heç nə. Nəzakət. Can nəzakət. Da Vidadi qardaş da gəlir. Hə, Çimir. İşdən gəlib də yorğun olar. Çox. Biz duraq gedə gəlik ram. Gedin, biz də dincələk. Amma bir stəkanda içərdim. Əşi, gəl də, gəl. Alımsan məni, içər. Özündən müğayyət ol girən, keç girən daha. Müğayyət ol.
Oy. Gelib baldızlığımı göstərə səni. gəl. Gəlmişdim təpəsi üstə yerə. Bunları belə yola saldım. Bircə qalır sənin o qaynatan Gülbaba. Əlibala. Hası Əlbala deyil, Əlbabadır. İndi elə eləyək ki, o ilə Vidadi rastlaşmasın. Nətər uzaq tutun bu kişini. Bunlar niyə gedib öz yerlərində yatmırlar? Deyəndə bir dəqiqə uşaqda yatıblar. Ay qızım, Mədiş, Səbuş, papanız gəlib, durun. Durun ay bala. Ay qızım, niyə gedib yerinizdə yatmırsınız? Papulya, sən bir şey demirsən ki, ya kişinin yeri onun evidir. Bu da Balaşqamın evidir də. Ona görə yatdığı hər yer onun evi sayılır. Belə də ki, öz evimizdir də. Harada istəsək orada yatarıq. Qəribə adamsız. Papulya, sən maşını xodda, mən də gəlirəm indi. Dəqiq, narahat olma. Mən indi onlara xod deyəcəm. Lapa belə ağ elədilər ha. Azey, dur ayağa. Dur. Tərbiyəsiz. Atağına gəlib burada uzanıb şəlləniblər özləri üçün. Ay Vidadi, başına dönərəm sənin. Gidim sənə mirdən, meyvədən, çərəzdən, qəşək kompotdan, limonatdan nəsə gətirim. Nazır, heç narahat olub eləmə. Eləmi? Bugün əməlli başlı dincəldim. Yaxşı elədin başını. Bir nəfər də olsa zəng eləyib mən axtarmayıb. Heç işdən də zəng eləməyiblər. Əşi, sənin belə bütün bir qohum əqrəban canların burada. Neyini sənə işdəkilər lazım deyil. Dincəldim ya. Bu necə ola bilər ay papa? Sənin telefonun zəngdən susmur. İndi nə olub, heç zəng gəlmir. Ver bir baxım görüm nə olub. Ustasan sən. balam, bax. Ustasan, nəyinə baxacaqsan? Adam atasının telefonuna baxmır. O şəxsi telefonda. Bəlkə orada informasiyalar var. Nəyini verirsən? Bu uşaqların başı çıxır da, qoy baxsın görə. Buna niyə zəng gəlməyib bugün? Gəlmir. Axtaran yoxdur səni. Bax görüm onu. Adamı görək. Bir imkan verdilər. Axtarsınlar. Papa, telefonun təyyarə rejimindədir. Ona görə sənə zəng gəlmir də. Təyyarə rejiminə qoymusan. Təyyarə rejimi? Nazır, bu nə təyyarə rejimidir? Bu nədir belə? Bağışlayın, pilotu mən idim, uçurduq. Mən nə bilim, sənin telefonda nə təyyarə? Başa düşmədim, Vidadi. Hara getmirsən? Bakı, İstanbul, Bakı. Bu dəqiqə getdim, sən qaldın. Nədir bu? Bu nə məsələdir? Didayın, qoy görəkdən bir hara aradım. Sən görün, zəng gəldi. Kimdir sən gələyəsən? Bir də adboy ver. Kimdirsə adboy ver. Hayır, bu qudamdır. Kimdir? Alo. Nə quda? Bəli, ay quda. Eşidirəm. Buyur. Şokdayam. Xala, sən necə hər dəfə vəziyyətdən belə sürətlə çıxmağı bacarırsan? Bir dəfə çıxamayacam. O kişi, bunun dədəsi Vidadiyə telefonda desə ki, bu evdə qalmasınlar. Mənim özüm hansı vəziyyətdə ola bilmirəm. Amma mən sənin çırpacam. Çırpmamışdan öncə gedirsən. Çamadanını yığırsan, marş hardan gəlmirsən ora. Ayda, mama bir şey elə də nə olar? Mənim vəziyyətimi bilirsən, mən hara gedim axı? Başa sal ki, anan nə eləyəcək? Gedim görüm Vidadi, nə deyir? Yaxşı, bildim, oldu. Vidadi, nə dedi ki? Heç nə. Anladı məni. Niyə? Nədir? Başa düşmədimi? Nətər yanı danladı? Sən uşaqsan, nəsən? O kimdir ki səni danladı? Nədir də axı? Əşi düz deyir də. Deyir, niyə gedib mənim oğlumun evində qalırsınız? Belə danladı o ki var. Belə. Sən də heç nə demədin, hə? Deyərdi birincisi, bura sənin oğlunun evi deyil. İkincisi, bu evi şəxsən mən Vidadi özüm alıb qızıma vermişəm. Üçüncüsünü də deyim, elə belə də qaldı, heç nə. Uşaq kimi ağzını soğaldın durdu. Mən də utandım, heç nə deyə bilmədim, söz tapmadım. Niyə?
Utanılası nə işin var ki? Utansın onlar, sənin işime qarışırlar. Bildirin nə var? Aynaz belə kişi dedi ki... Nə dedi ki, kişi ha kişi? Dedi mən ölmüşəm, siz gedib orada burada qalırsınız. Hə, belə eviniz hazır olana qədər gəlin bizdə qalın. Nəmin sonra başladı yaxşı sözlər demək ki... Gülbala. Hə, Əlbala, sən yaxşı qohumsan, bizdə qalmaq mənim üçün də şərəf olar. Belə yaxşı sözlər. Sağ olsun, sağ olsun. Yenə Tahirədən, Alikdən fərasətli çıxdı. Ağızlarını bizdə eşitdilər ki, bir ay onlarda qalacaq. Neysə. Amma deyərdin ki, yox evdə, iş yaxşı ki deməmsən, olan evi 2 otaqda bura genişlikdir, həm orada damdarıskalı yerdə nə işin var. Amma yenə də... Nazı, kasıb olsa da, evi darıskal olsa da, əsas odur ürəyə genişdir. El adamın evində qalmaq olar. Sən yadıma sal, işdən sonra bir yaxşı bazarlıq eləyək, gedək qudamız gilə. Gedək. Belə qohumları unutmaq olmaz. Hə, mən çıxdım yuxarı. Ürəyi genişdir, ürəyi. Deyir ürəyə genişdir. Onun ürəyə genişdir. Amma ara yerə mənim ürəyim infarkt oldu. Bir an düşdü bu. Elə bir günən ki, içində paltar qiynədiblər, dadına bax. Aspirimi xətdən tutan atardınız da. Vay. İçində paltar qaynatdı. Gülbabadır, Gülbaladır, nədir? Əlbala. Aslında Əlbala da deyil, Əlbabadır. Əlimi ayağımı uzadım. Ne oldu? Gülbaba. Əlbala. Aslında Əlbala deyil, Əlbaba. Sən xəbərin var ki... Ne oldu? Sən bilirsən ki ya... Rahatda qoydur, əla. Deməli mən bir ər, bir oğul kimi qalmışam ana ilə arvadın arasında. O nə nələr? Papula, sən bir şey demirsən ki ya. Mənə gülməyim gəlir. Deyəndə baxacam mən. Nətərdir? Bunu ne? Nətərdir? Gel. Doğra. Patron Tumlarının xüsusi sponsorluğu ilə Qız Atası serialı başa çatdı. Qız atası